Bugün vacib mövzu haqqında danışacağım. Uşaqlarda tibbi təcili yardım haqqında. Valideyn olaraq ən çətin vəziyyətimiz uşağın qəfil xəstələnməsidir və bu zaman nə etməmiz gərəkli olduğunu bilmək həyati önəm daşıyır. Tibbi təcili yardım nədir? Uşağın təhlükəli vəziyyətdə olduğu zaman ilkin bir müdaxilədir. Nə zaman tibbi təcili yardımı çağırmamız gərəklidir? Əgər uşağınız nəfəs almada zorluq çəkirsə, huşu aydın deyilsə və sizinlə təmasa keçə bilmirsə, sizin suallarınızı cavablandıra bilmirsə, əgər uşağın hərarəti uzun müddət varsa və düşürdə bilmirsinizsə, uşaq qıcolma keçirdirsə, uşağın zədələnməsi varsa, qanaxması varsa və yanıqları varsa, mütləq şəkildə tibbi təcili yardımı çağırmanız gərəklidir. Tibbi təcili yardım gələnə qədər isə uşağı təhlükəsiz vəziyyətdə saxlamanız və uşağı tək otaqda buraxmamanız, sakin olmanız, panik yaratmamanız gərəklidir. Panik olduğunuz zaman uşağı düzgün dəyərləndirib həkimə düzgün təsvir etmirsiniz və bizə gərəkli olan sizin doğru dəyərləndirməniz və uşağı düzgün təsvir etmənizdir ki, uşağın həkim tərəfindən düzgün dəyərləndirilsin. Uşağınızın vəziyyətinin pisləşməsini öncədən bilməniz, tanımanız və düzgün həkimə müraciət etməniz gərəklidir. EGE Hospitalda 7 gün 24 saat fəaliyyət göstərən tibbi təcili yardımımız hər zaman sizə yardım üçün buradadır.